Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri. Vahlul ugdeten min lisani yefkahu kavli. Allahümme allimna ma yenfa'una. وانفعنا بما علمتنا وزدنا علما وأصلح لنا شأننا كله ولا تكلنا إلى أنفسنا طرفة عين. Əziz, qiymətli qardaşlar, hörmətli cəmaat, Allah Taala'nın müvəffəqiyyəti, onun yardımı və köməkliyi ilə fiqh, şəriət dərslərimizə davam edirik. Bugün bizlər namazın şərtlərindən biri olan niyyət etmək haqqında öyrənəcəyik. Namaz qılmaq üçün niyyət etmək. Alimlər və elm əhli söyləyirlər ki, niyyət sözü ərəb dilində bilmək, əzm etmək, qərar vermək mənalarına gəlir. Ərəb dilində niyyət etmək, yəni əzm etmək, qərar vermək, bilmək mənasını daşıyır. Şəriətdə isə niyyət qəlbin Allaha yaxınlaşmaq üçün bir ibadəti etməyə əzm edib qərar verməsi deməkdir. İnsanın qəlbinin Allaha yaxınlaşmaq məqsədi ilə bir ibadəti edib yerinə yetirməyə əzm edib qərar verməsi. Hansı hal olursa olsun, niyyət etmədən qılınan namaz sayılmır. Həmin namaz səhih deyildir, qəbul olmur. Eləcə də namaz üçün niyyət etmək hansı hal olursa olsun hökmdən düşmür. Bəzi şərtlər var ki, üzürlü hallarda hökmdən düşürdü. Amma namaz üçün niyyət etmək, namaz qılmağa bilib qərar vermək heç bir halda hökmdən düşmür. Ona görə ki, İnsanın namaz qılmağa niyyət etməməsi onun ağlının getməsini göstərir. Onun ağlının getməsi, ağlının olmamasını göstərir. Bu zaman artıq həmin şəxsdən mükəlləfiyyətlik, ibadətlə yükümlü olmaq hökmü düşür. Ona görə ki, ağıl bir ibadət üçün əsas vasitədir. İbadəti yerinə yetirməkdə əsas vasitələrdəndir ağıl, düşünmək. Alimlər namazı qəbul olmağında niyyət etməyin şərt olmasında icma etmişlər. Yektir rəydə olmuşlar. Bir namazın qəbul olunmasında namaz üçün niyyət etmək səhih olma şərtidir. Bu mövzuda əsas olan uca Allahın bu ayəsidir. Allah Teala Əl-Bəyyinə surəsi 5-ci ayədə buyurur: وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا اللّٰهَ مُخْلِصِينَ لَهُ الدِّينَ حُنَفَاءَ. Onlar həniflər kimi ibadətləri Allaha məxsus etməklə əmr olunmuşdular. Həniflər kimi ibadətləri Allaha məxsus etməklə, ibadətləri Allah üçün etməklə əmr olunmuşlar. Allah Teala buyurur: Ələ lillahi dinul xalis. Xalis din, əsl din, ibadət, əməl Allah üçün olan əməldir. Allah Nəbisi Muhammed sallallahu aleyhi ve sellem buyurur: İnnemel a'malu bin niyyat ve innemâ likulli imri'in mâ nevâ.
həqiqətən də əməllərin qəbul olması insanın niyyətinə görədir. Hər bir şəxsə də niyyətinin qarşılığı vardır. Alimlər arasında ixtilaf olmayan və yekdil rəy olan məsələlərdən bir neçəsi, ən birinci, məhəllun niyyə əl-qalbu dunəl lisən. Niyyət etməyin yeri qəlbdir, dil deyildir. Namaz üçün, namaz qılmaq üçün, istər fərz, istər nafilə, niyyət etməyin yeri qəlbdir, dil deyildir. Nəinki namazda, bütün ibadətlərdə bu belədir. Orucda da, zəkatda da, həcdə də, ümrədə də, bütün ibadətlərdə niyyət qəlblə olur, dil ilə söylənilmir. Yalnız həcdə və ümrədə insan qəlbi ilə niyyət edir, sonra dili ilə Allahın çağırışına cavab verməsin, söyləyib dua edir. Ləbbeyk Allahummə umrətən. Allah Teala insanları həcc və ümrə etməyə çağırır. O qəlbində niyyət edir ümrəyə, həccə. Dili ilə Allahım sənin çağırışına mən gəlirəm. Bu bir növ dua və zikirdir. Qəlbin yeri, niyyətin yeri qəlbdir, o dillə söylənilmir. İkinci, لو تكلم بلسانه سهوا بخلاف ما نهى في قلبه كان الاعتبار بما نوى بقلبه. Əgər insan qəlbində ibadətə niyyət edər, amma dili ilə səhvən başqa bir əməli söyləyər. Bu zaman etibar olunan, əsas alınan onun qəlbindəkidir. Məsələn, İnsan qəlbində günorta namazı qılmağa niyyət edir. Amma səhvən dilindən asr namazı sözü çıxır. Mötəbər sayılan onun qəlbindəkidir, dilinə baxılmır. Aydındır möhtərəm cəmaət. Əgər dilin söylədiyi qəlbdə olan niyyətə əks və müxalif olarsa, əlbəttə bu səhvən, bilmədən, xataan mötəbər sayılıb götürülən qəlbdir. Dil səhv etmiş olsa belə ibadət qəbuldur, səhihdir. Necə ki, insan qəlbində günorta namazı qılmağa niyyət edər, amma dili ilə asr namazı deyər, sayılan onun qəlbində niyyət etdiyidir. Üçüncü, لَوْ تَكَلَّمَ بِلِسَانِهِ وَلَمْ تَحْصُلُ النِّيَّةُ فِي قَلْبِهِ لَمْ يُجْزِهُ ذَلِكَ. Alimlərin ittifaq edib, yekdil rəydə olduğu mövzulardan biri də insan dili ilə söyləyər, amma qəlbində niyyət etməzsə, onun ibadəti, əməli sayılmır. Dillə söyləyir, tələffüz edir, amma qəlbində niyyət eləmir. Niyyəti yoxdur. O zaman həmin ibadət, həmin əməl sayılmır. Dördüncü məsələ, əl-cəhru bin niyyəti fis-salati minəl bidə'is seyyiə və leysə minəl bidə'il həsənə və həzə muttəfəqun aleyhi beynəl muslimin. İnsanın namaz qılarkən niyyətini səsli söyləməsi pis olan bidətlərdəndir. Yaxşı olan bidətlərdən deyil. Bu əməlin sahibləri söyləyirlər ki, bidətdir, amma yaxşı bidətdir, gözəl bidətdir. Xeyr, alimlərin, müsəlmanların ittifaq edib, yekdil olduqları görüşə görə namaz qılarkən dil ilə niyyət etmək pis, şərli bidətlərdəndir. Heç bir əsli əsası yoxdur. Ləm yəqul əhədun minhum ennəl cəhra bin niyyəti müstəhəbbun və lə huvə bid'ətun həsənə. Müsəlman cəmaatlarının, alimlərin, elm əhlinin heç biri söyləmir ki, niyyəti səsli etmək, açıq şəkildə etmək müstəhəbdir, bəyənilir. Eləcə də o gözəl bidətdir. Əksinə,
bu əməl sünnəyə müxalifdir, pis bid'ətdir, haramdır, olmaz. Fəmən qalə zəlikə fəqad xalifə sünnətu Rasulillahi sallallahu aleyhi və səlləm və icma'ul əimmətil ərbəə və qayrihim. Kim bu sözü söyləyərsə, namaz üçün dil ilə niyyət etmək gözəl bid'ətdir, müstəhəb bəyənilən əməldir, artıq həmin şəxs Allah Resulü sallallahu aleyhi və səlləmin sünnəsinə əks və müxalif olub. Eləcə də 4 böyük alimlərin icmasına və qeyri-alimlərin icmasına əks və Allah qorusun müxalif olub. Və qailu həzə yüstətəbu. Bu sözü deyən şəxs Allahdan bağışlanma istəyib Allaha tövbə etməyə dəvət olunur. Ey bu sözü deyən şəxs, Allaha tövbə elə bu sözündən. Allahdan bağışlanma istə. Fə intəbə, tövbə edib Allahdan bağışlanma istəsə nə qədər gözəl. Və illə uqibə bimə yəstəhiqquhu. Yoxsa o haqq olunduğu cəzaya cəzalandırılır. Haqq olunduğu cəza ilə cəzalandırır. Dəyərli cəmaət, görürsünüz, dil ilə niyyət etmək, namaz qılmaq üçün nə qədər böyük və şiddətli haram və günahdır. Müəllif buyurur ki, وَيُضَافُ إِلَى هَذَا مَا فِي الْجَهْرِ بِالنِّيَّةِ مِنَ التَّشْوِيشِ عَلَى الْمُصَلِّينَ وَهُوَ حَرَامٌ. Bütün bu deyilənlərə əlavə olaraq namaz üçün niyyət etmək həm insanın özündə çaşqınlıq, təşviş yaradır, həm də digər namaz qılanlar arasında çaşqınlıq və təşviş yaradır. Bu da haramdır. İnsanın həm öz namazında çaşqınlıq yaratması, həm də digər namaz qılanlara mane olub onları çaşdırması haramdır, icazəli deyil, olmaz. Şeyx Allamə Salih İbn Fovzan El-Fovzan hafizahullah buyurur ki, "En-niyyetu mahalluhal qalbu." Niyyetin yeri qəlbdir. "Fəla yahtacu ila telaffuz biha." Onu dil ilə tələffüz edib söyləməyə ehtiyac yoxdur. Bəl huwa bid'atun. Əksinə bu əməl bid'ətdir, haramdır, olmaz. Lem yef'aluhu Rasulullah sallallahu aleyhi və səlləmə və la ashabuhu. Bu əməli Peyğəmbər sallallahu aleyhi və səlləm əsla və əsla etməyib. Eləcə də onun səhabələri bu əməli etməyiblər. Fəyənvi bi qalbihi salatilləti yuriduhə. İnsan qılmaq istədiyi namaza qəlbində niyyət edir. Əz-zuhru, əl-asru, zöhr namazı qılırsa zöhrə, asr namazı qılırsa asra. İnnəməl ə'məlu bin niyyət. Həqiqətən də əməllər niyyətlərə görədir. Şeyxülislam İbn Teymiyyə rahimehullah El-Mecmu'ul Fetava kitabında buyurur: "Et-telaffuzu bin niyyəti velev sirran bid'atun." Niyyəti sakitcə belə olsa dil ilə söyləmək bid'ətdir, haramdır, olmaz. Niyyəti nəinki yüksək səslə, hətta pıçıltı ilə sakitcə söyləmək də haramdır, bid'ətdir, olmaz. Buyurur ki Şeyxülislam, "Lem yunqal muslimun la anin nebiyyi sallallahu aleyhi və səlləm və la an əhədin min əshabihi ennehu qad talaffəzə qablə təkbiri bilafzihi ən-niyyə la sirran və la cahran." Peyğəmbər sallallahu aleyhi və səlləmdən və onun səhabələrindən heç bir müsəlman şəxs nəql edib rəvayət etməmiş ki, Allah Resulü sallallahu aleyhi və səlləm və ya onun səhabələri namaz qılmaq üçün təkbir gətirməmişdən qabaq, namaza başlamamışdan qabaq niyyəti dil ilə söyləmiş olsunlar. Nə aşkarda eşidiləcək qaydada, nə də gizlin, sakit qaydada gəlməmişdir. Və la ennehu əmara bizəlik. Həmçinin o bunu əmr edib tövsiyə etməmişdir.
deməmiş ki, niyyəti dillə edin. Və ya səhabələri deməmiş ki, niyyəti dillə edin. Və minəl mə'lumu ennəl huməmu və dəvaimu mutevaffiratun alə nəqli zəlikə ləv kənə zəlik. Məlumdur ki, əgər bu haqda dəlil, sübut olmuş olsaydı, bu gəlib çatardı bizə. Bizə gəlib, bu yetişərdi. Hətta təvatur dərəcəsinə çatır. Peyğəmbər sallallahu aleyhi və səlləm və onun səhabələrinin niyyəti qəlbdə edib dilləri ilə nəsə bir söz deməmələri və ya pıçıldamamaları. Sonra ən-niyyətu əysəru min ən yətələffazu bihə. İnsanın qəlbində niyyət etməsi, onu dili ilə söyləməyindən daha asan, daha rahatdır. Fəmən qamə liyətəvadda'a thumma xaraca iləl məscidə alimən bimuradihi min zəlikə fəqad haqqan niyyə. Kim qalxıb, dəstəmaz alır, sonra məscidə nə üçün getdiyini bilirsə, artıq onun niyyəti öz həqiqətin tapmış olur. İnsan qalxır evində, dəstəmaz alır. Sonra qalxır, məscidə gedir, bilir ki, sübh namazını qılmağa gedir. Artıq bu onun niyyətidir. İnsan qalxır evində dəstəmaz alır. Məscidə heç getmir. Bilir ki, onun qalxıb dəstəmaz almanın səbəbi sübh namazı qılacaq. Bu onun niyyətidir. Eləcə də günorta namazı, eləcə də asr namazı, eləcə də məğrib, eləcə də işa namazı. Həmçinin nafilələr də. Sən bilirsən ki, qalxıb dəstəmaz alan zaman hansı namazı qılasan, hansı ibadəti edəsən, hansı namazı qılmaq üçün məscidə gedirsən. Bu artıq insanın niyyətidir. Əlbəttə ki, dillə tələffüz edib söyləməkdənsə, o qədər cümlələri əzbərləməkdənsə, daha rahat, daha asan olan insanın niyyəti qəlbində etməsidir. Çünki biraz sonra oxuyacağıq, nə qədər uzun cümlələr var. Nə qədər uzun niyyət eləmək üçün bidət, heç bir əsli əsası olmayan cümlələr ixtira ediblər. Şeyxülislam deyir ki, ən-niyyətu tətbə'ül ilmə. Niyyət etmək elmə, bilməyə tabi olur. Fəmən alimə mə arada fi'luhu fəqad nəvahu. Kim edəcəyi əməli bilirsə, bilir ki, o hansı əməli edəcək, artıq bu onun niyyətidir. Artıq bu onun niyyətidir. İz la yumkinu amelun bilə niyyətin. Belə ki, niyyətsiz əməl mümkün deyildir. Yəni, insan nəinki ibadətlərində, hətta dünya işlərində belə bir balaca iş görür, nəsə bir məqsədi var deyə bunu eləyir. Bilir nə eləyir, hədəfi var. Əgər bu dünyəvi balaca işlərdə belədirsə, əgər bir insan qalxır yerindən, gecə oyanır, durur, dəstəmaz alır, o bilir ki, nə üçün? Qalxıb yerindən oyanır, bu da onun niyyəti sayılır. Tə'yinus salah. Qılacağın namazı təyin etmək. Və la budda fin-niyyəti min tə'yinis salati allati yusalliha. Hal hiya fardun am naflatun? İnsan niyyətində qılacağı namazı təyin edib bilməlidir. Bu ləbuddur, qaçınılmazdır. O fərz namaz mı qılacaq, yoxsa nafilə namaz mı qılacaq? Hətta fərz namazlardan hansını qılacaq? Bunu özündə bilməli, buna əzm etməlidir. Nafilə namazlardan hansını qılır? Hamısı eynidir nafilə namazları. 2 rükət, 8 səssiz qılınır. Amma hansını qılınır? Bunu demək öz niyyətində bilir və buna qərar verir. Həl hiyə zuhrun əm asrun, o zöhr namazı mı qılır, yoxsa asr namazı mı qılır? Vəl-məqsudu əl-istihdaru hədə fil-qalbi. Tələb olunan bunu qəlbində bilməsi, qəlbində bunu dərk etməsidir. Alimlər niyyətin faydalarını gətirirlər. Ən birinci fayda, niyyət adət ilə ibadəti bir-birindən ayırır. Adət ilə ibadəti bir-birindən ayırır. Yəni,
Mən hamama daxil oldum, çimib yuyunuram. Bu çimməyim adət çimməkdirmi, adi çimməkdirmi, yoxsa ibadət, Allaha itayət çimməkdirmi? Hamımız eyni qaydada çimib yuyunulmaqdır. Lakin bunları bir-birindən fərqləndirən insanın niyyətidir. O niyyətində, qəlbində qərar verir. Mən kirmi pasımı yumaqdanmı təmizlənəm? Mən tərimi yumaqdanmı təmizlənəm? Mən hava istidir sərimlənmək üçünmü yuyunuram? Yoxsa məsələn mən cümə yuyunmağımı oluram? Yaxud cənabət yuyunmağımı oluram? Bunlar hamısı nədir? Bir-birindən niyyətdən fərqlənir. Mən cənabətdən mi yuyunuram? Mən cümədən mi yuyunuram? Mən bayram qusulundan mı yuyunuram? Yoxsa məsələn mən hava istidir sərinlənmək üçünmü? Üstüm toz torpaqlıdır, işdən gəlmişəm, onun üçünmü yuyunuram? İbadətlə adət bir-birindən bu şəkildə fərqlənir. Eləcə də ibadətlər bir-birləri ilə niyyət səbəbi ilə fərqlənir. Yuyunuram mən. Bu yuyunmağım cümə qusuludumu, yoxsa cənabət qusuludumu? Bunlar eyni yuyunmaqdır. Eyni yuyunub qusul almaqdır. Bir-birindən niyyətlə fərqlənir. İnsan qəlbində bilir ki, mən cənabətdənmi qusul, yoxsa cümədənmi qusul alırım? Həmçinin iki nafilə qusul, məsələn, mən bayram qusulumu alıram, yoxsa Qədir gecəsi üçünmü qusul alıram, yoxsa cümə qusulumu alıram? Bunlar hamısı bir-birinə nə ilə fərqlənir? Niyyət etməklə, əziz cəmaət, bir-birləri ilə fərqlənir. Qarşıdakı dərslərdə öyrənəcəyik ki, insanın cümə günü boynunda cənabət qusulu varsa, o həm cənabət qusulun, həm cümə qusulun niyyət edib, bir yuyunmaqla ikisinin də savabını qazana bilər. İkisinin də savabını qazanır. Amma qəlbində niyyət edir ki, həm cənabətdən qusul alır, həm də cümədən qusul alır. İkisini də niyyət edir və yuyunur. Bu da niyyətin faydaları. Amma birdən cüməyə niyyət etsə, cümə qusuluna, cənabət qusuluna niyyət eləməsə, onun hələ də boynunda cənabətli halı qalmış olur. Gərək o, yenidən cənabətdən qusul alsın ki, namazlarını qıla bilsin. Aydındır? Eləcə də cənabətə niyyət etdi, amma cüməyə niyyət eləməmişdirsə, ancaq cənabət qusulunun savabını götürür. Cümə qusulunun savabını götürür. Bunu ikisinə niyyət edir və demək, o şəkildə qusul alır. Həmçinin nafilə namazlar məsələ. Eyni qaydada qılınır. Təhiyyətül məscid, məscidi salamlama, ratibə sünnələr, sübhdən qabaqki, zöhrdən qabaqki, zöhrdən sonraki, məğribə işlədən sonraki, həmçinin istixarə namazı, duha namazı, gecə namazı, bunlar bir-birləri nə ilə fərqlənirlər? Sahibin niyyəti ilə. Aydındır, məsələn, mən səhər məscidə gəlmişəm. Mən məscidi salamlama mı qılıram, yoxsa sübhün sünnətin mi qılıram, niyyətdən fərqlənir. Möhtərəm cəmaət, həmçinin bu təkcə qusulda, namazda deyil, məsələn, məclislərdə də Ramazan ayında iftar süfrəsi veririk. Aydındır. Ramazan ayında iftar süfrəsi verərkən biz ora başqa ibadətləri niyyətimizlə daxil edə bilərik. Necə? Məsələn, övladımın əqiq qurbanını kəsməmişəm. Əqiq qurbanını kəsirəm Ramazan ayında, həm əqiq məclisi edirəm, həm iftar süfrəsi edirəm. Sonra ora elm əhlin dəvət edərək elm məclisi edirəm. Hamısı, möhtərəm cəmaət, bir əməldə cəm olur. Aydındır, təkcə iftara əqqə niyyət eləsə, onun savabını qazanır. Amma həm saxlayır əqqi, Ramazanda kəsir ki, həm əqiq məclisi olsun, həm iftar məclisi, həm də elm əhlin çağırır ki, zikr fayda, elm məclisi olsun. Bu da bizə niyyətin faydasını göstərir. İnşallah burada kifayətlənəyin. Burada kifayətlənəyin Allahın izni ilə. Çünki hələm burada niyyətlə əlaqəli, Allahın köməkliyi ilə əlavə mövzular vardır. Allah subhanahu və teala bizləri eşidib başa düşür, faydalanan və ən gözəlinə tabi olan qullarından etsin. Bizləri ibadətlərin qəbul olunmasında iki şərtdən birincisi olan niyyətimizi xalis Allah rızası üçün etsin. Əməlimizi isə Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə, onunla gələn şəriətə müvafiq uyğun qaydada
etsin. Sallallahu ala nebiyyina Muhammed ve ala alihi ve sahbihi ve selleme teslimen kethira ila yevmiddin.